Gol yaranır son oyunlardan sonra. Sən maçın sonuna yaxın eyni sualı mənə tək versən yaxşı olar. Bakın Nelson Bonilla, Nelson Bonilla. Kimin də barıtı bitsə, Nelson Bonilla'nın barıtı tükənmək bilmir və onun gol sevinci. Təkrarı izləyirik. Bax bu epizodda müdafiəçilər sadəcə gözlədilər və gecikən Mirzəbəyov Qolun ötürməsində Nurlan Novruzovun ayağına yazdı. Gücdən zərbəni yerinə yetirdi Elvin Məmmədov və ikinci gol vurur. Nelson Bonilla 84-cü dəqiqədə özünü və komandasının ikinci golunu vurur. Sayılğı itirdilər. Bonilla hamını qabaqlayır orada. 3 futbolçunu birdən, hətta Bezatosunu yenə çıxışda səhvə yol verir və bu çıxışda səhv olaraq baha başa gəlir. Nelson Bonilla ikinci golunu vurur. Əslində mənə gəlir ki, Bezatos'un sıxışda o qədər də səhvə yol verməmiş. Sadəcə Stankovic ilə Məhəmməd Mirzəbəyov nəyi gözləyirdilər orada? Hər iki müdafiəçi hava mübarizəsində bəstəboy Bonilla'yı uduzdular.